hörmətli başkan, hörmətli Müsavat Partiyasının üzvləri, əziz müsavatçılar. Bugün Bakıda bu ilin ən soyuq günüdür. Ama bugün Bakıda ən isti gündür. Onu istəyən önderimizin başımızın üstündeki şəklinin təcəlli elətdirdiği müsavatçılıq ideologiyası, tariximiz ve sizin ürəyinizdə döyünən, sizin qəlbinizdə, köksünüzdən axan enerjidir. Bu enerji burada qalmayacaqdır. Bu qapılardan çıxıb Azərbaycanın küçələrinə çıxacaqdır, səmasına yüksələcəkdir və Azərbaycandan qaranlıqları siləcəkdir. Müsavatçılıq yalnız bir siyasi təşkilat ve partiya değildir. Müsavatçılıq bir dünya görüştür. Müsavatçılıq bir həyat tərzidir. Müsavatçılıq əxlaqdır, milli əxlaqdır, mənəvi dəyərləri özündə əks etdirən əxlaqdır, dövlətçilik əxlaqıdır, azad olmaq əxlaqıdır, azad olmaq elmidir, azadlıq ideologiyasıdır, hürriyyət ideologiyasıdır və müsavatçılıq öz elmi ilə, ideologiyası ilə, təlimi ilə, sistemi ilə, əxlaqı ilə və bütün bunları özlərində cəmləşdirən Azərbaycanın vətənpərvər, əqidəli insanları ilə sizlərlə həmin azadlığı, həmin əxlaqı, həmin həyat tərzini, həmin mədəniyyətini Azərbaycanda yenidən bərqərar edəcək, onu çağdaş dünyanın çağdaş dünyanın en inkişaf edilmiş siyasi medeniyetlerin seviyesine kaldıracaktır. Azerbaycan halkı daha büyük, daha özüne layık olan değerlere layıktır. Azerbaycan ve bunlar içerisinde Azerbaycan'ın daha layıklı, değerli, ahlaklı, namuslu, vicdanlı, dürüst, doğrusu insanlarına onlar için həmin vicdanlı, doğrusu, dürüst hükümet lazımdır. Hakimiyet lazımdır. Ve biz de bugün, ben burada sözlerimi burada yekunlaştırmak istəmirəm. Burada sözlerimizi başlıyoruz. Səbəb Müsavatın 100 illiyini elan edəndə bununla birinci tədbirlərinin birində elan elədi ki, bu bir yubiley tədbiri olmayacaqdır. Bu, həm də müsavatçılığın Azərbaycanda bərqərar olunmasında növbəti bir mərhələ olacaqdır. Biz neçə müddətdir bu ölkədə, bu cəmiyyətdə bir sıra dəyərlərin ayaqlar altına tapdandığını görmüşük və mən hesab edirəm ki, bunu Cumhuriyyətimizin 100 illiyinə qədər gözləməyə ehtiyac yoxdur. Bu fikirdə hesabaya məxsusdur və hesab edirəm ki, elə bu il, elə bu aya gələn ay həmin azadlıq uğrunda Azərbaycana layık olmayan hakimiyyəti Azərbaycanla silmək uğrunda istibdada qarşı, qaranlığa qarşı iki uğrunda mübarizəmiz başlayacaqdır və qalib gələcəkdir. Eşq olsun, yaşasın Müsavat, yaşasın Azərbaycan. Sağ ol.